Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Türkiyənin Çankırı, Karateşin, İğdır, Polşanın Rzezovski Universitetləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan duzlağının tarixi, geoloji quruluşu, müalicə xüsusiyyətləri və turizm potensialını əks etdirən videoçarx nümayiş olunub. Bir də Muxtar Respublikanın ərazisində olan duzlaqlardır. İndi üzərində şəhərlər, qəsəbələr, kəndlər salınan bu yerlər milyon illər əvvəl insanı özündən uzaqlaşdıran bir cəhənnəmi xatırladır. Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Duzlaq Naxçıvanın təbii sərvəti olmaqla yanaşı, regional və beynəlxalq elmi araşdırmalar üçün unikal təbii laboratoriyadır. Naxçıvanın təbiət incilərindən sayılan Duzlaqda aparılan elmi tədqiqatlar göstərir ki, bu təbii müalicə kompleksi təkcə region üçün deyil, dünya elmi üçün də mühüm əhəmiyyət daşıyır. Rektor konqresi Duzlağın elmi potensialının beynəlxalq səviyyədə təqdim olunmasına mühüm töhfə kimi dəyərləndirib. Türkiyənin İğdır Universitetinin rektoru Professor Əkrəm Üral çıxışında Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın regional elmin inkişafına böyük töhfə verdiyini vurğulayıb. Qeyd edib ki, Naxçıvan duzlağının tədqiqi elmi və praktik baxımdan xüsusi önəm daşıyır. İki qardaş ölkənin elm ocaqları arasında bu cür birgə təşəbbüslər gələcək nəsil tədqiqatçıların qarşılıqlı elmi mübadiləsini gücləndirir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Duzdaq Müalicə Mərkəzi haqqında məlumat verib. Diqqətə çatdırıb ki, mərkəz hazırda fəaliyyətini genişləndirir, burada müasir tibbi xidmətlərin tətbiqi, yeni müalicə proqramlarının yaradılması və qonaqlar üçün rahat infrastrukturun təmin olunması istiqamətində ardıcıl işlər həyata keçirilir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev Duzdağın elmi əsaslarla tədqiqinin Naxçıvan elmi üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib. Çankırı Karatekin Universitetinin professoru Tamir Keçeli Naxçıvan və Türkiyə duz mağaraları arasında aparılan müqayisəli tədqiqatların geoloji baxımdan yeni nəticələr əldə etməyə imkan verdiyini qeyd edib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Vəli Baxşəliyev Duzdağın tarixi və müalicəvi əhəmiyyəti barədə danışıb. Tədbirin sonunda qonaqlara Naxçıvanın elmi və turizm potensialını əks etdirən nəşrlər və simvolik hədiyyələr təqdim olunub. Biz bu konqresin ən ciddi əhəmiyyəti ondan ibarət oldu ki, biz bu konqresdə İğdır, Çankırı Karatekin Universiteti və Naxçıvan Dövlət Universitetinin birgə razılığı əsasında birgə duz araşdırmaları tədqiqat mərkəzinin, institutun yaradılmasına nail olmuşuq. Yəqin ki, yaxın vaxtlarda bu tədqiqat institutunun rəsmiləşməsi gerçəkləşdiriləcəkdir bizim əməkdaşlıq memorandumundan sonra. Biz düşünürük ki, bu duz mədəni həm tarixi baxımından, hansı ki, bunun artıq tarix olaraq 8000 ildən artıq bir dövrə qədər, eneolit dövrünə qədər olan tarixini bizim tədqiqatçılarımız sübut ediblər. Bunun tarixi ilə yanaşı bu konqresin məqsədi həm də uzun illər tədqiqatdan kənarda qalmış Naxçıvan duzunun kimyəvi və sənaye əhəmiyyətini daha çox öyrənməkdən ibarətdir. Ona görə də biz bu tədqiqatçılar içərisində daha çox ağırlıq vermişik Naxçıvan duzunun kimyəvi və sənaye əhəmiyyətini, turistik potensialını, sağlamlıq turizmi üçün verdiyi imkanları tədqiq edək və bunun beynəlxalq tədqiqatçılar tərəfindən məruzələrin bu panellərdə dinlənilməsi elə bilirəm ki, bu istiqamətdə bizə kömək edəcək. Orada duz muzeyinin yaradılması təşəbbüsünü də biz ziyalılar irəli sürmüşük. Biz duz mədəninin ətrafında aparılmış uzun illərin tədqiqatlarından əldə olunmuş tarixi materialların məhz bu şaxtaların birində muzey şəklində fəaliyyət göstərməsini arzuluyuruq. Tədqiqatçılar buna böyük dəstək olacaqlar. Bu sahədə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının həyata keçirdiyi son illərdəki tədbirlər doğrudan da təqdirə layiq tədbirlərdir ki, məhz ziyalılar üçün, turistlər üçün, eyni zamanda sağlamlıq turizmi üçün buraya üst tutmuş insanlara belə bir yüksək səviyyəli xidmətlər təklif olunur. Artıq Duzdaq Müalicə Mərkəzində tədbirlərin keçirilməsi və elmi tədqiqatlar zamanı alimlərin yazdığı kitabların təqdimatı üçün biz Gözəl Həmkarlar İttifaqları Şurasının istifadəsinə veriləndən sonra gözəl kitabxana yaratmışıq və sevindirici haldır ki, bundan sonra bütün elmi tədbirlərin bu möhtəşəm zalda keçirilməsi Həmkarlar İttifaqları Şurası üçün bir yeniliklərdir. Bir daha hər kəsə təşəkkürümü bildirirəm və konqresin işinə uğurlar arzulayıram. Biz Naxçıvanda olduğu gibi bizim Iğdır ilində də
Tuzluca'da Duz Dağımız var. Burası kadar büyük, burası kadar yeke değil ama o da çok eski bir Duz Dağı. Benzer şekilde Çankırı Üniversitesi'nden de heyetimiz var burada. Bunlarla beraber her üç üniversitenin ve üç şehrin çok kadim yapılarından olan bu Duz Dağı ile ilgili ortak araştırmalar neler yapabiliriz? Bizdeki ilmi sonuçlar, bilimsel sonuçlar nasıldır? Onları buradakilerle karşılaştırmak. Ayrıca konferansın açılışında da dile getirdik. Üç ülkenin ortaklaşa, üç üniversitenin düzeltilen ortaklaşa Uluslararası Duz Araştırmaları Enstitüsü oluşturup böylece bütün birikimlerimizi bir arada oluşturmak için özel bir çaba harcayacağız. Geologiyada, coğrafi ərazidə tutduğu mövqe geniş şəkildə öyrənilməlidir. Həm Naxçıvan Dövlət Universitetinin əməkdaşları, həm də Akademiya Naxçıvan bölməsinin bu sahədə üzrə əməkdaşları bu istiqamətdə tədqiqatlarını davam etdirib, Naxçıvanımızın varlığında mühüm rol oynayan duzu haqqında samballı tədqiqat əsərləri ilə geniş oxucu kütləsini tanıtmalıdırlar. Belə fikirləşirəm ki, artıq biz plenar iclasda iştirak etdik və bundan sonra bölmə iclasları Naxçıvan Dövlət Universitetində davam edəcəkdir və əminəm ki, bu bölmə iclaslarında da biz maraqlı məruzələrin şahidi olacağıq və mən konqresin içinə uğurlar arzulayıram. Bu diyarda duza ta qədim zamanlardan günümüzə qədər böyük hörmət var. Həm xalq təbabətində, həm də folklorda duzla bağlı biz çoxlu janrlara rast gəlirik. Azərbaycan folklorunun elə bir janrı yoxdur ki, orada duzdan bəhs olunmasın, orada duzun adı çəkilməsin. Ona görə də bu diyarın insanları duza da çörək qədər inam bəsləmişlər. Çoxlu sayda Naxçıvanda duzla bağlı rituallar, atalar sözləri, rəvayətlər, eləcə də başqa folklor janrları var. Qeyd edək ki, Konqres Naxçıvan Dövlət Universitetində bölmə iclasları ilə öz işini davam etdirir. Bölmələrdə 5 ölkədən, 21 elm və təhsil müəssisəsindən olan alimlərin 60-dan çox məruzəsi dinləniləcək. Samik Nuriyev, Təxminə Babayeva, İlqar Məmmədov, NTV Xəbər.